Azərbaycanın sülh platformalarında təmsil olunması beynəlxalq hüquqa əsaslanan mövqeyini daha geniş auditoriyaya çatdırmaqla yanaşı, regional problemlərin sülh yolu ilə həllinə dair konstruktiv yanaşmanı ön plana çıxarır. Bu isə Cənubi Qafqazda gərginliklərin azalmasına və qarşıdurma risklərinin minimuma endirilməsinə xidmət edir. Bu barədə öz fikirlərini politoloq Aytən Qurbanova İKSAY TV-yə açıqlamasında bildirdi. İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan Sülh Şurasına təsisçi üzv olaraq dəvət olunması ölkəmizin qlobal sistemdə artan nüfuzunun və eləcə də regional və qlobal proseslərə təsir mexanizmlərinin nə qədər gücləndiyinin bariz nümunəsidir. Azərbaycanın yaratdığı yeni reallıqlar və ortaya qoyduğu sülh gündəliyi birmənalı şəkildə bütün qlobal aktorlar tərəfindən dəstəklənir və proseslərin inkişaf xronikası onu deməyə əsas verir ki, Azərbaycanla əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və genişləndirilməsi artıq bir çox dövlətlər üçün əsas prioritetlərdən birinə çevrilib. Xüsusilə də Qəzzada, Orta Şərqdə baş verən proseslər və sülh quruculuğu prosesində Azərbaycanın əsas aktorlardan birinə çevrilməsi Azərbaycan nümunəsində yaradılan yeni sülh və sabitliklə bağlı modelin artıq qlobal sistemə inteqrasiya olunduğunun da ifadə etməyə icazə verir və düşünürəm ki, tək başına qlobal sistemdə sülh quruculuğu prosesini uğurlu şəkildə idarə etməyi bacaran, regionda sabitliyə nail olan və eyni zamanda region dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi və inteqrasiyanın sürətləndirilməsi istiqamətində atılan addımların əsas təşəbbüskarı qismində çıxış edən bir dövlət kimi Azərbaycan artıq qlobal sistemdə davam edən bütün münaqişələrin və gərginliklərin aradan qaldırılmasında dialoq yolunun ən əsas prioritet olduğunu təbliğ edə biləcək dövlətlərdən biridir və ona görə də bu şurada təmsil olunmamız həm Orta Şərqdə sülh quruculuğu prosesində, həm də bütövlükdə qlobal sistemdə sülh quruculuğu prosesində Azərbaycanın ortaya qoyacağı yanaşmaların kifayət qədər önəmli xarakter daşıdığını da aydın şəkildə ifadə etməyə icazə verir və kifayət qədər praqmatik xarici siyasət konsepsiyasına sahib olan Azərbaycanın balanslı siyasəti bütün qütblər və bütün tərəflərlə əməkdaşlıq imkanlarını da özündə ehtiva etdiyi üçün həm bu şurada, eyni zamanda bütün platformalarda təmsilçiliyimiz dövlətlərarası münasibətlərdə gərginliklərin azaldılması, hər zaman əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və eləcə də dövlətlərarası inteqrasiyanın, cəmiyyətlərarası inteqrasiyanın sürətləndirilməsi istiqamətində müsbət töhfələr verib və bundan sonraki proseslərdə və yeni formalaşacaq dünya nizamında da düşünürəm ki, Azərbaycan artıq sadəcə Cənubi Qafqazın lider dövləti olaraq deyil, qlobal sistemin ən etibarlı tərəfdaşlarından biri olaraq təmsil olunmaq hüququnu qazanıb ki, bu da bizə icazə verir ki, yerləşdiyimiz coğrafiyada daha təsirli işlərin əsas təşəbbüskarı qismində çıxış edək, eləcə də dövlətlərarası münasibətlərin inkişaf etdirilməsinə kifayət qədər töhfə verək.